Bu bir sənəyə oxşayır. Bu Nirjavekovda, hə? Hə. Mənim bir nəfər söhbət elədi. Deyir, müharibə vaxtı razvedçikləri nə ilə ayırd edirdilər? Deməli, Sovet və Alman razvedçiklərini. İlk Sovet razvedçikləri həmişə ciblərinə papiros çıxarırlar, sigaret papiros çıxarırlar və çıxardan kimi ovuşdururlar belə və vururlar. Adət idi o. Çünki həmişə Sovet papirosları şey olub, keyfiyyətsiz olub da. Amma ondan bilirdilər ki, bu nəsə düzgün adam deyil. O ilə ilişirdilər. Amma bunu gördüm, yadıma düşdü. Alman razvedçikləri ilə tuturdular. O fiktivni udosvereniya hazırlayırlar, pasport, yapart, bilezar. Onun içindəki o skripka yoxdur, onlar hamısı Nirjavekadan olardı. Sovetdə ömründə indiyəcə qalanlar hamısı Bastanan dəmirdən oldu. Bunu gördüm, o yadıma düşdü. Bu müharibənin canlı dadıdır da, bu tərəf aşağı tərəf Zingerdir, yuxarı tərəfdə bizimdir, milli kolorit, Sovet. Hamısı. Sırf. Allah xeyir olsun. Desin, qonaqlarınız var, mən söndürüm bunu. Namildir. Ay sağ ol. Ay, xoş gəldin. Çağırsa eller gedərəm könüllü əskər gedərəm davaya. Çağırsa eller gedərəm davaya, könüllü əskər gedərəm davaya. Dövlətimiz güc veribdi hərbiyə, düşmən üzərində çalar zərbiyə. Düşmən üzərində çalar zərbiyə. Ön cərgələrdə bu sözü deyə Allahu Ekber gedərəm davaya, Allahu Ekber gedərəm davaya. Çağırsa eller gedərəm davaya, könüllü əskər gedərəm davaya. Çağırsa eller gedərəm davaya, könüllü əskər gedərəm davaya. Bir dediyimi usta deyəcəyəm yenə, mən bilirəm nədir adətən ənə. Azərbaycan ikinci anadır mənə, əmr edə rəhbər gedərəm davaya, əmr edə rəhbər gedərəm davaya. Çağırsa eller gedərəm davaya, könüllü əskər gedərəm davaya. Düşmənimdən eyləmirəm ehtiyat, bilsəm əgər bizləri qoymur rahat. Qoy mənə heç verilməsin avtomat, əlimdə xəncər gedərəm davaya, əlimdə xəncər gedərəm davaya. Çağırsa eller gedərəm davaya, könüllü əskər gedərəm davaya. Şəhidlərin unudulmaz adları, düşmənlərin qalxıcı fəryadları. Qalxın ayağa vətən övladları, olub səfərbər gedərəm davaya, olub səfərbər gedərəm davaya. Çağırsa eller gedərəm davaya, könüllü əskər gedərəm davaya. Çağırsa eller gedərəm davaya, könüllü əskər gedərəm davaya. Müharibə haqqında söhbət edirsən, özlü qəhrəmanlara bənzədirsən. Bilsəm əgər davaya sən gedirsən, sənlə bərabər gedərəm davaya, sənlə bərabər gedərəm davaya. Çağırsa eller gedərəm davaya, çağırsa eller gedərəm davaya. Könüllü əskər gedərəm davaya. Əyləşin, xoş gəlmişsiniz. Sağ olun. Bayram günü nə yaxşı. Eldar bəy, xoş gəlmişsiniz. Hoş bulduk. Nə yaxşı bir gündə gəlmişsiniz. Nə var, nə yox, necəsiz? Sağ ol, Allah ömür versin. Elə oturmuşduq, əli ilə söhbət edirdik. Onun yarısı Nemeslərdən qalmadır, yarısı bizimdir. Nəsə düzəltmişik bir şey, amma hələ bilmirik nə edəcəyik ondan. Qəşəng bir şey alınmalıdır, görək də inşallah. Zinger maşınının... Ay, sağ ol, Zinger maşınından qalma bir şeydir. Keçən dəfə jurnalda birisini oxumuşam. Yazır ki, o Ştirlitsi çəkməyiblər kinonu. Həmişə ona qədər, axı birinci kinodur ki, Almanlara ağırlı göstərirlər, həmişə belə kiçik kimi göstərdilər. Özü də müharibə qutarıb, sonra birdən oturub fikirləşir ki, əşi, bunlar bu qədər səhv edilərsə, bütün Avropanın yarısını, SSR-in yarısını necə gəlib tutmuşdular. Birinci dəfə orada göstəriblər, ağıllı göstəriblər. Mən də oxudum ki, deyir, Schellenbergin nəvəsi, Ali Tabakov oynayırdı onu da, məktub yazmışdı ki, çox sağ olun ki, Dəcəvillini belə ağıllı göstərmiş, həyatda necə var elə. Çünki o müharibədən sonra yaşayıb ha, 50 neçənci ilə qədər yaşayıblar var. Birdən nəvəslər olur.
Ay salam aleyküm. Mən də dedim görəsən kimdir gələn? Maşallah. Araplar. Hoş gəlmisiniz. Ana bir tane bizim yerimiz yok. Eski yer. Allah ya Allah. Allah ya Allah ya Allah. Çoxunu görsənmirsiniz. Hələ sahil parkında gəzirdik, orada da 9 mayı qeyd edirlər. Hələ orada rastlaşdım, dedi ki, bir kiçik qala 84'ü deyək, orada rahib bir məclis açmamış. Ola bilməz ki, Şu hələ təzə söhbət edirdik Valid mənim. Su qabağı çələ bir balaca oradan buradan danışdıq, nə bilim, yada saldıq bəzilərini. Levitan səsi gəldi qulağımıza. Levitan səsi gəldi. Valid mənim, indi öz aramızda biz böyüyən, siz də o vaxtda cavan olanda, yağın ki bu müharibədən gələnləri siz görürdünüz də, düz deyil. İndi 30 neçənci təvəllüdsüz? 35. 35. Müharibədən qayıdıb gələnləri görürüz, o qəhrəmanları zadı. Qayıdıb gələnləri yox, gedənləri görmüşük. Müharibəyə gedənləri. Biz olurdu burada İçəri şəhərdə komendatura ilə üzbəyüz. Mənim heç yadımdan çıxmaz. 42-ci ilin iyun ayında Almanlar kəşfiyyatçı təyyarə göndərirlər. Almanlar Mazdok'da idi. Dağıstanın Mazdok şəhərində. Oradan da bura qatarda 5-6 saat yoldu. Həyəcan siqnalı. Gizləndik, qaçdıq ora, bura. Bakının komendantı polkovnik Əhliman Hüseynovdur. Bir tosqun kişi idi. Azərbaycanlı. Bəli, bəli. Bu divarın üstünə, qala divarın üstünə biz ona bürc deyərdik. Bürcün üstünə 2 dənə pulemot çıxartdılar. Elə bildilər desant töküləcək. Komendaturanın damına bir balaca top çıxartdılar. Desant bu saat tökülsün, indi tökülsün. Amma deyilənə görə Hitlerin əmri vardı ki, Bakı mədənlərinə zərər deyməməli. Nə üçün gəlir də Bakı? Bax, o mənim yadım. Sonsuz da yadıma gəlmir o şeydə, Cəbiş müəllimdə təyyarə, vurulan təyyarəni göstərirlər də, Bakı dokumental kadrdır, elə deyil. Rafim müəllim, siz saksafonda ifa edirsiniz də, düz deyil. O əvvəllər deyəsən müharibə dövründə heç icazə vermirdilər, hə? Yox, müharibə dövründə. Müharibədən sonra idi. Elə müharibə dövründə, müharibədən sonra 48-ci ildə başladılar qadağa qoymağa saksafona. Artıq saksafon aləti qəbul olunmayıb dövlətində. Ona görə deyirlər burjua alətidir bu. Yəni Amerikanların... Özü Nazım bəy, bir maraqlı şeydir. Deyir ki, bir məmur olub, tarixdə adını yadına... Şdanov olub da. Deyəsən, deyir, o nə üçün beləncidir? Bu klarnet də, bu beləncə ilə şey olub, ona xoşuna gəlmir. Vid fasonu ona görə deyir, zapret qoymuş. Yox, bu ideolojik məsələ idi, o zərafatdır. Ancaq bu ideoloji məsələ idi. Bunu Şdanov öz çıxışında qadağa qoymuşdu ki, instrument burjuazdır. Caz qadağan oldu. Çünki orada hətta demişdilər ki, hansı ki filmdəsə var, güyəm ki bu Azbuka Morze kimi orada güyəm. Yox, bu sana başladı. Belə bir söhbət var idi. Götürür neysə. Və mənim yadıma gəlir 50-ci illərin əvvəlində 48 əvvəla mən müharibənin o sonu barəsində mən balaca uşaq idim, 6-7 yaşım var idi. Anamla yadımdan çıxmış Basin küçəsində tramvayda gedirdik və o vaxtda da şəhərdə belə böyük qramka qavaritelləri, uzun qramka qavaritelləri var idi və tramvaylarda da qramka qavaritelləri var idi. Orada mənim yadıma gəlir ki, gündüz günorta birdən hər şey dayandırıldı və Talilin çıxış elədi və dedi ki, müharibə dayandı. Artıq biz qələbə ilə müharibəni qurtardıq. Siz onu... Mən onu özüm eşitmişəm qulağımla. Və o vaxt ondan da sonra mən 50-ci illərdə bir dəb düşmüşdü. Bu Dva Bayitsa kino bir çəkildi. Müharibəyə həsr olunmuş kino. Və orada bir Temnaya Noç nə soxuyurdu. O yaman, Bakıda da biz Drujbada, restoranda onu çalırdı. Madam ki, belə söhbət getdi. Bir daha Temnaya Noç. Hədə daha bir sənin belə. Deyəsən, eşitdilər, bildilər ki, siz ifa edəcəksiniz. Ay maşallah, heç ayır eləmədim. Ay maşallah, xoş gəlmişsiniz. Həmişə siz gələsiniz. Özü qələbə gününə təsadüf eləsin. Salam aleyküm. Əleykum salam. Bayramınız mübarək olsun. Sizdən belə. Orada uşaqlara bir yer eləyirəm. Mən heç bilməzdim ki, qələbə gününü bu qədər adam qeyd edir. O gün olsun öz qələbə günümüzü qeyd edir.
İki nəsil oxudu da, düzdür? Çox şey adamın yadına salır. Sənin yazılar. Bir dənə mahnı var, mənim zapisimdə də var da, axirində də var. Ay ana, bu yarım niyə gəlməz oldu? O ilin mahnısıdır, 43-cü ilin mahnısıdır. Bunu Haşim Kələntərli, çox böyük sənətkar oldu bu, Haşim Kələntərli. Haşim Segahı deyərdilər. Haşim Segahı, Segahda o yer o bərdə onun yeridir, Haşim Segahı. O bunu oxuyub, ondan sonra onda da Ciboy konsert zaten akademiyadan olurmuş. Akademiyadan, studiya oradaydı. Studiya oradaydı. Bir oxudum, qutardım, gəldim, məni çağırdılar şeyə,
müdür çağırdı məni. Müdür çağırdı da, sən nə oxumusan? 43-cü ildir, çox, lap deyir, pis vaxtdır. Bu dərində mahnısı zadı var onun qəzəli, biraz da səbr elə, ey yar, mehriban gəlirəm, sənin yolunda qurbandır bu cismi can gəlirəm, vəfalı bülbülünəm, həsrətinlə, nə bilim, nə belə gəlirəm. Bu mahnı, bu qəzəlin mahnısıdır. Çağırdı müdür ki, məni, o vaxt bir akademik oluyor müdür. Çağırdı mən ki, o nədir sən oxumusan? Dedim ki, nədir, bu qəzəl deyir, ki, mahnıdır da, bir xalq mahnısını oxumuyor. Aşı, sən səhərdən zəng ediblər, cəmaat burada qırılır, 43-cü il, gündə meyid gəldi, sən də başlamısan, cəmaatı ağladısan ki, belə filan deyir, qaldım, belə deyirsən, damarımda qanım qurudu. Dedim, indi sövüsə də, qanım getdi, səhər qanım getdi. Düşdüm deyir, cibimdən, getdim evdən pul götürdüm, öz cibimdən. Bütün Azərbaycanda, Bakıda nə qədər plastikalarım var, hamısını özüm yığdım, gətirdim, sındırdım. O vaxtda Firidun Şuşinski, o musiqişünas rəhmətli, ölənəcə dedi ki, hamısından kitab yazdım, hamısından material tapdım, bir dənə başım kələntərdən heç də tapamadım. Bax, həmən o müharibənin mahnısıdır bu mahnı. Belə Süleyman Ələsgərovun Gözlə məni. Hə, gözlə məni. Konstantin Simonovun Jdi Minya şeiri vardı. Ona müvafiq bizim şairlərdən yadımda deyil kimsə. O sözləri yazıb, ona da Süleyman Ələsgərov mahnı yazıb. Bülbül orada, Bəli, Bülbül oxuyub onu. Deyirəm, hər zamanda rəssamlardır. Müharibəyə baxma ki, müharibədə də yadındadır o... Əskərə yox, partiyada işləyir. Yox, Birinci Dünya Müharibəsində Almanları o təbliğ etsin. Deyir, üzr istəyirəm, bir dənə şəkilli gedir müharibəyə, böyük vətən müharibəsi vaxtı. İndi müəyyən vaxt keçəndən sonra cəbhə xəttindən evə məktub yazır. Yazır ki, ha, indi sizin gözünüzü yeyim, bizdə hər şey əladır. Nemes qovur, biz qaçırıq. Nemes qovur, biz qaçırıq. Nemes qovur, biz qaçırıq. Ha, indi belə geçsin, bir həftəyə evdəyəm. Gülməli nə var burada? O vaxtdan gözləyərək bugünəcən gəlib çıxın. Bu da anekdotdur da, böyle şey olur. Mənim də xatırımdadır, uşaqlıq vaxtında bir 42-ci ildən 45-ci ilə qədər mən Qasım İsmayılov rayonunda yaşamışam. Atam orada hakim olub və biz elə köçüb orada yaşayırdık. Və Qasım İsmayılov rayonunda yadımdadır, bir İdris Süleymanov geroy var idi. Bəli. O vaxtda ona bir geroy adı vermişlər. 43-cü ildə, 44-cü ildə cəmaat qalx, bütün kənd qalxmışdı ayağa ki, onun şəkillərini zadın ki, yəni bu kəndə gəlmişlər, onu buraxmışlar evə bir 3-4 günlük və o geroyu mənim indiyə kimi yadımdadır, onun ulduzu döşündə Azərbaycanlıların bir belə bir qəhrəman da var. Əliyağanın adını çəkdi rəhbət. Bunlar da o bizonada olurdu. Gündə bizonada elektrik qatarından gəlirdi. Onda avtobuslar yoxdur. Həmişə də basa-bas olurdu bu elektrik qatar. Bir gün oturdum deyir, bizim də kənddə bir kişi vardı. Ömründə deyir, xeyir söz deməz. Oturmuşam, bir dənə yanımda yer var. Gördüm bu kişi gözləri də pis görür. Gördüm bu gəldi. Dedim, işte gəlib oturacaq yanımda, nəsə deyəcək də. Gəldi belə oturdu, birdən döndü mənə belə baxdı. Dedi, əlyağa döyürsən? Dedim, hə, əlyağa. Ölən səndin ya qardaşım? Qardaşı da bunu gedib müharibə. Dedim, görürsən ki, qardaşım öldü, mən burada. Hə, səndə köyüz var, qalarsan. Bir dənə də deyir ki, çağırırlar komisiya, indi əskəri, mənim də yaşım çatıb. Bir şey gedirəm komisiya. Əliyağda balacaydı axı. Boy balacaydı. Deyir, getdim komisiya, gördüm hələ o baxdı buna, bu baxdı, bir də ölçdülər, yenə yazdılar, yenə baxdı mənə, yenə ölçdülər. Gəldi ki, gəl. Dedim, haçan gedəcəm məskərinə? Dedi, səninlə getməyəcəksən, 2 santi çatmır, boyun. Gəldim evə. Anam da, hay oğlum, nə oldu? Nətər oldu sənə? Qurban olum, haçan gəlsən? Dedim, az əskiyim çıxır. Hələ 2 ildə evdəyəm. Onun bir söhbətdə var da, köyə bana əskər aparırlar. Düzülmüş idi, şinel topuqdan, tüfəng elə o şeysiz, iştiksiz məndən böyüdü deyir. Yanmışım, komandir də belə baxdı, qeyşi yoxladı falan dedi. Gəldi, durdu mənim qabağımda, belə baxdı, süzdü məni. Çəkildi, dola getdi. Oradan bir də gəldi, belə süzdü məni. Belə, sən də əskər deyirsən? Dedim, bəli, yoldaş qaban. Yenə getdi dala, gəldi.
Dedi kül başıma gitlər gör kim gəlir. Vətən müharibəsi artıq çox geridə qalıb. İndi görsən onun haqqında danışırlar, xatirələr, müharibədə nə olub, necə olub, nə tər olub. Amma Qarabağ müharibəsi hələ davam edir. Onu arzu edək ki, İnşallah. O gün olsun, o gün münasibət. Belə yığışa qələbə münasibətini qeyd edək. Bu deməli bilirsiniz ki, bizim kinolarımızda bu vətən müharibəsi mövzusu çox geniş yer ayrılıb. Bizim filmlərimiz Uzaq Sahillərdir, bizim Cəbiş müəllimdir, sonra Şərikli çörəkdir, Tütək səsidir. Mən ki gözəl deyildi. Bu filmlərdə görsən, müharibə o bizim meyxanalarımız, meyxana ustalarımız yaxşı bilərlər. Bizim Cəbiş müəllimdəki meyxanalara gəlib deyərlər. Onunla gəldilər. Onunla gəldilər. Yəni bu qafiyə hələ də öz aktuallığını itirməyib də. Bu qafiyə bu gün də bəli, bu günlər baş komandan əmr versə gedərik də abi ya. Bu belədir. Bu Qarabağ müharibəsi başlayan vaxtlar idi. O vaxtlar mən əskərlikdə olanda tank sürən olmuşam da. Gördüm ki, gəldilər evə ki, o mütəxəssislər yığırlar müharibə aparmağa da lazımdır tank sürən. Mən aparırlar hərbi komissarlığa, bir 4-5 nəfərlə belə, sonra aparırlar hərbi komissarın yanına, indi onlar mütəxəssisləri seçəcəklər, aparacaqlar. Yox, çatan kimi qayıtdı mənə ki, mənə yox, onlara ki, adam tapmamışsınız gətirməyə. Dedim, yoldaş komissar, mən adam deyiləm bəyə. Yox, sən artistsən. Yəni ki, döyüşməyə adamlarımız var. Hara gəlmişsə çıx gedir evə. Mənə qaytardılar, gəldim. Nazım əmi, madam ki, bayaqları o adı çəkdirir, Həkim Kələndəri, o müharibə marşı. Bir dənə oxuyur, biz də eşidirdik. Mən misal çəkdirməmişəm onu. Ay ana bu yana gelmez oldum, açtı yüce demez, görünmez oldum. Ay ana bu yarım, niye gelmez oldum, açtı yüce demez, görünmez oldum. Benim yarım hanımlarım hasır değil, eline geldi tole basır değil. Kulağıma gelen yarın sesidir, ayalarım bu yarım niye gelmez oldu, taşta yolcalarım görünmez oldu. Ayalarım bu yarım niye gelmez oldu, taşta yolcalarım görünmez oldu. Bekara yolları üstü kovalı, çiçeler hamısı aylar darardı. Bir güzel sevmişem benle bir niye gelmez oldu, taşta yüceler görünmez oldu. Ayağım yarım niye gelmez oldu, taşta yüceler görünmez oldu. Vətənimdir namusumda, yarımda, şərəfimdə, şöhrətimdə, şanımda. Vətən eşqi axır damarlarımda, onun üçün mən böyle həyəcanlıyam. Dostlar bilin mən Azərbaycanlıyam. Tarix yaratmışdır mənim üçün dəstan. Anam məhsətidir, babam dirəyir xan. Belə mən nə xaçpərəstəm, nə də müsəlman, yanar dağım, mən başı vulkanlıyam. Dostlar bilin, mən Azərbaycanlıyam, aman aytədir, ay ana bu yarım, niyə gəlməz oldu, görünmez oldu, ay ana bu yarım, niyə gəlməz oldu.
görünmez oldu. Açtı yüce dağları görünmez oldu. Rahib Əhmədlə Məmməd gedir müharibəyə. Əhməd sağ-salamat qayıdır, gəlir. Məmməd qayıtmır da. Məmmədin qohum-əqrəbəsi soruşur ki, Əhməd, Məmməd nə oldu bəs? Deyir, heç nə. Hələ vuruşma gedirdi, qırğın qiyamət. Meyitlər bir tərəfdə filandır. Bir də gördüm, Məmmədin o tərəfdən səsi gəlir ki, Əhməd, Əhməd, güllələrim qutarıb, səndə artıq qranat var. Dedim var, dedi onda birini göndər gəlsin deyə attım deyir qranatı Məmmədin üstünə, daha ondan sonra görmədim. Mən Lənkəran rayonundan anadan olmuşam da. Deməli, Lənkəranın da özünün çoxlu belə məzəli adamları olub. Onlardan birisi də bir çaycı Məmədi var idi Lənkəranda. O Məmədi ki, hansı ki, VDX-ya düşmüşdü, əlində 30 dənə, 40 dənə stəkan çıxmışdı. Bu gözəl söz, belə müharibə illərində danışıqları var idi. Deməli, bu güya Stalingradda döyüşüb və o momentdə də Həzər Aslanov o döyüşlərin baş komandanı idi, mən bilənəm. Stalingrad bitvasını ona tapşırmışlar o vaxtlar. Deyir, yağışın biri yerdə, biri göydə, güllə də dəyiz. Səpələnir, hara gəldi o yandan. Mən də deyir, Pexotni Vayskadayam. Akovda birdən gördüm ki, tanklar deyir, keçdi hücuma o yandan. Biz də Pexotda bu tankların da hazır gəlir. Deyir, onda bir də gördüm, bir dənə tank deyir, belə fırlandı mənim ətrafıma dayandı. Deməli, tankın deyir, luk olur da. Bu luk deyir, bunda açıq idi. Çıxdı deyir oradan bir nəfər, çəkdi o deməli, o mişenləri, o şlemini çəkdi, çıxartdı bir göydə belə fırlatdı. Məmədi necəsən? Baxdım, gördüm, həzəsən. Qayıtdım, ki, ay həzə, başıma qurban olum, gözümü dönüb, belə başımı sağ aşağı vurarlar səni o yandan, biraz ara sakitləşək, sonra dərdləşərik. İndi hər halda bunlar indi bir yarı deyir, zarafat, yəni gerçək. Amma biz yerə unutmayıq, doğrudan da o vaxtı hələ müharibə, yəni Böyük Vətən müharibəsi başlayanda bizim demək olar ki, bir 700 minə yaxın deyəsən Azərbaycanlı, həm səhv eləmirəmsə, müharibədə iştirak edib. Yarısı qayıtmadı. Onların əksəriyyəti, yəni yarısını yaxın qayıtmır müharibədə. Yəni mən müharibə illərindən sonra yəni dünyaya gəlmişəm. Amma o müharibə illərinin əzab-əziyyətini mən də görmüşəm uşaqlıqda. Onu mən çəkmişəm. Çünki mən o yadımda uşaq idim. Biz deməli Lənkəranda Fağran ətrafına yaxın olurduq. Sərhəd qoşunlarına. O əsgərlər üçün ora jımıq aparardılar. Ərəblərə. Mən görürdüm ki, o bizim, yəni mən yaşlı uşaqlar, elə mən özüm də onların içərisində olmaqla, qaçardı o arabaların dalısında, o jımıxı götürərdi, uşaqlar yiyərdilər, onu at üçün yaçın apardı, heyvan üçün də. Mən də həvəslənirdim, mən də yiyeyim də görüm, bu nədir şeydir, götürürdüm. Doğrudan da nəsə belə bir dadlı bir şeydir. Bizim kinolarda belə epizodlar vardı. Eləmi? Amma o əsgərlərin qarşısında oxumusunuz da yəqin. Sizin axı vətənpərvərlik mahnılarınız da çoxdur. Bəlkə bir dənəsini ifa eləyəsiniz bizim üçün burada. İfa eləyərdim, amma bilmirəm nə cür olar o. Yaxşı, sən başda o gələcək. Siz də mənə qoşulsanız yaxşı olar. Salamat qal ana var, mən oxuyuram. Biz bu yerlərin qorxu bilməz mərd oğluyuz. Hər birimiz Babəkləbi Koroğluyuz. Bu yollarımız zəfər yolu, mərdlik yolu. Salamat qal, əziz ana, aydan gündən təmiz ana. Biz gedirik yurdumuzu qoruyaq, bizimkidir pak
müqəddəs Qarabağ, arzumuz sür məqsədimiz xoş həyat, salamat qalana salamat. Hayın düşmə, çox öyməsin özünü. Hələ mənim xalqım deməmişdir son sözünü. Bu yollarımız zəfər yolu, mərdlik yolu. Salamat qal əziz ana, aydan gündən təmiz ana. Biz gelirik yurdumuzu qoruyan, bizimkidir pak müqəddəs Qarabağ. Arzumuz sür məqsədimiz xoş həyat, salamat qalana salamat. Əziz ana, sən qalma məndən nicara. Bu şan gidiş nə ayrılıqdır, nə hicran. Oy yollarımız zəfər yolu, mərdlik yolu. Salamat qal əziz ana, aydan gündən təmin ana. Biz gelirik yurdumuzu qoruyan, bizimkidir pak müqəddəs Qarabağ. Arzumuz məqsədimiz xoş həyat, salamat qalana salamat. Biz gelirik yurdumuzu qoruyan, bizimkidir pak müqəddəs Qarabağ. Arzumuz məqsədimiz xoş həyat, salamat qalana salamat. İki gece oturur, biri o birisine diyor ki, Gatso, ты же тоже воевал. Diyor, конечно. Diyor, ну, расскажи. Diyor, Бичо, один день, когда мы были в концлагере, нас побрили, помыли и построили. И сказали, сейчас фюрер приедет. Бичо, фюрер приехал и начал на нас смотреть. И вдруг меня увидел и сказал, Гацо, ты тоже здесь? Бичо, мне так стыдно стало. Kinolarda eşitmişik, xronikalarda görmüşlər, deyir, əskərləri getirmişlər. Hə? Alman əskərləri deyir, Var idi. Var idi burada, pəxanlarda yoxdur, yaşayırlar. Sovyeti onlar tikiblər. Sonra Monoliti. Monoliti Sovyeti də. Komandatura Monoliti də olan. Sonra keçmizdə ilkəsində əzəl ilkesi. Orada bir mərtəbə üstdən tikilib. Və onu onlar tikiblər. Biz çörək yaparardı o. Bakıxanovun evi var ha. Bəli. Oradan girərdik həyətdən bir parça çörək. Taxta hasar edilmiş arası var. Bir parça çörək verərdik onlara. Bir saatdan sonra taxta tapanca düzəldirdi, ustalardı. Hasarın üstündə atardılar. Bir parça çörək, bir daha taxta tapanca ki, biz də dava oynayardıq. Onu onlar tikiblər. Sonra hökumət evi Sonra onun içində də həyət var, orada Nemetski dvor deyirlər. Elə günün bugün Uzarnayevtin evi var, Targovda. Ona qədər mən atmışam onlar çörək, siqaret. Onlar da pilotkada tapancalar verir. Rafi müəllim deyir, çörək aparmışdı da. Axı, güya ki, indi güya əslində müharibələr vuruşurlar, düşmən idilər. Yox, axı bir məsələ var da. Bunlar axı bəlkə də onların arasında elə adamlar var idi ki, məcburi müharibəyə gedirlər. Onlar da insan idi də. Bizim bir də mən demək istəyirəm ki, Azərbaycan millətinin insanpərvərliyi başa düşürsünüz. Biz baxmıyorduk ki, Almandır, nədir? Acdır, bu ölməməlidir bu yanı. İndi bizi əsir düşən ermənilər düşür bizə.
saxlayırlar türbədə. Çörək verirlər. Biz əslində eləsəydik, biz də onlar da olanda. Amma onlar müharibə vaxtı bizimkiləri incidirdilər. Ya baxma yenə bizim Onlar yox, hayır, ustad zatlar o vaxt. Azərbaycanlılar var idi, onların plenində olanlar mənə özləri deyirdilər, bir trambolist var idi. Onlar yox, onlar O deyirdi mənə ki, biz deyir orada deyir, lap belə əladır yaşayır. Onlar insanlar. Bizə Azərbaycanlılar, Almanlar çox böyük hörmət edirlər. Bir trambolist var idi, mənim yadıma gəlir 50-ci illərdə. O söhbət edirdi də, o özü plenə düşmüşdü, plendə idi Almanlarda. Deyir ki, bu da akordeonda da çalırdı, musiqişi idi də özü. Nədir, hansı alət götürsə eləminə, profesional çalırdı. Deyir, mənə deyir, orada deyir, bir trofeyni gözəl deyir, bir akordeon əlimə düşdü məni, vertmək istər. Və o akordeonda çalırdım, deyir, nemislərin xoşuna gəlirdi, elə konslagerdə. Hardasa bir etapda idi, deyir, vağzalda, paravozun deyir, səsi zadı, bir fiti zadı, axşam bizi etapirut edirdilər və bir alçaq deyir, bir Alman, İlişli deyir, bu akordeondan deyir, ver bura, akordeonu vermirəm sənə. Tutub əlimdən alırdı, mən də deyir, bu vurub öldürəcəkdi məni, necə verməmək olmazdı ki? Söylədim deyir buna Azərbaycanca. Bir də qıraqda deyir, bir Alman zabiti var idi, əlində plyotka ilə dayanmışdı, yüksək rütbəli zabit. Nəsə yaxınlaşdı buna dedi ki, Almana, dedi ki, ver yine o akordeonu ona, ver yine akordeonu ona. Sonra birdən deyir Azərbaycanca məndən soruşdu ki, sən hardansan, hansı yerdənsən Azərbaycandan? Deyir, o deyir, qaytardı mənə, o akordeonu deyir, Allah onun atası rəhmət eləsin deyir. Gəldim, o adresini də mənə verdi. Gəldim, dedim ki, oğlunuz yaşayır. O vaxt axı biraz ciddi idi o məsələ. O əsrə düşmək. Amma çox böyük bayramdır bu. 9 may çox böyük bayramdır. Mənim bayramda gəlib Təsəvvür eləyin. Rəhmətlik. Alman, Berlin, Bakı, Bombay. Hitlerin xətti. Xəttiydi. Bakıdan keçib Hindistan'a almalı. Siz təsəvvür eləyirdiniz, Bakı, Azərbaycan nə gündə olacaq? Deyir, deməli, müharibə vaxtıdır, lətifədir bu. Almanlar Sovet ordusunu demək lazımdır da, orada yalnız Rus olmayıb, bütün SSR-nin millətlərini. Neysə, mühasirə alıblar, o Rus demişən, qronko qavaritellə qışqırırlar ki, Ruski, zdavaysiya, Ruski, zdavaysiya, Ruski, zdavaysiya. Bir yarım saat bunu da deyib, birdən səngərdən bir dənə Özbək çıxıb, Özbək ne nuşin? Onun davamı olaraq, mən bağışlayıb, onun davamı olaraq belə bir anekdot da var ki, səngərdə otururlar, əskərlər və komandir birdən qalxır, deyir, Arlı, Zanay! Ki, bunlar dalıca, arxasıca qaldırır, hamısı gedir, qələbə çalırlar, nəsə qaydanda görürlər, bir nəfər oturur səngərdə elə. Buna deyir, sən burada nə öyrənmək var, deyir, niyə gəlmədin bizim damı? Deyir, bir yer Dünyarıyol deyir, yer Lev Mayseyevci. Bir film var, müharibə mövzusunda, Piyanoçu filmi, məşhur filmdir və orada musiqiyə verilən böyük qiymətin, yəni musiqi yeri gələndə silahdan da, tankdan da, topdan da çox güclüdür. Orada bir epizod var, filmin axırında Almanları əsir götürürlər, otururlar məftillər arasında Almanlar, bir nəfər musiqiçidir, keçir Almanın yanında, Almanı tanıyır, tüpürür Almanın üzünə. Deyir ki, yadındadır, sən mənim skripkamı əlimdən aldın, sən mənim ruhumu öldürdün. Sözə bax. Yəni ki, sən mənim özümü öldürsəydin ondan yaxşı idi, mənim əlimdən skripkamı aldın. İndi biz, Mansur qardaşımız qoy bizim ruhumuz bir balası.
televiziyada Nemeslərdən kino verəcəklər. Bir dənə də əhvalat düşdü yanıma. Bir dənə həmkarımız var idi. Bunlar gəlib başqa bir musiqiçiyə gilə. Yazımıza gəlir bir dənə film var. Adını deməyəcəm, o da ləzzətsiz olur. Neyse bu məşq eləyiblər falan fəsəmə. Birdən bu qonaq gələn deyib, ладно, я побежал, deyir, а куда торопишься? Посиди да порепетируем. Не, я пойду кино смотреть. Говорит, какое кино? Ну это, да, как это? Ну какой? Про море. Говорит, какой? Говорит, Угрюм река. Bayramımız mübarək. Xüsusən də ağsaqqalları təbrik edirəm. Öpürəm, neçə illərə çıxarsınız. Tarixə iz salıb qanlı döyüşlər, vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Tarixə iz salıb qanlı döyüşlər, vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Qələbə günü gəlin onu dağ nətsəri, biz hamımız vətənimizin əskəri. Bizə yaxın insandır rahib Azəri, sənətçilər yenə də ocağına gəldi. Sənətçilər yenə də ocağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Tarixə iz salıb qanlı döyüşlər, vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Xeyli müharibə dünyada olubdur, qəhrəmanlar olub, sadə olubdur. Bizdə Mehdi Hüseynzadə olubdur, silahsız faşistin qabağına gəldi. Silahsız faşistin qabağına gəldi. Ay vətənin oğlu vətən dayağına gəldi. 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 Babam müharibədən deyib o vaxtda, babam müharibədən deyib o vaxtda, deyib çox olmuşam qanlı sınaqda, dedim indi də davadır Qarabağda, göz yaşları axıb yanağına gəldi, göz yaşları axıb yanağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi, vətənin oğlu vətən dayağına gəldi. Fikrim rovdayam, dəli dağdayam, xəyallar mən yenə o çağdayam. Yuxumda gördüm ki Qarabağdayam, yar səhənglə turşsu bulağına gəldi. Yar səhənglə turşsu bulağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Tarixə iz salıb qanlı döyüşlər, vətənin oğlu vətən dayağına gəldi. Adam var darıxıb dünəndən ötürü, o bülbüldən ötürü, çəməndən ötürü, Çingiz Mustafayev vətəndən ötürü, öz ayağı ilə ölümün ayağına gəldi, öz ayağı ilə ölümün ayağına gəldi. Ay vətənin oğlu vətən dayağına gəldi, vətənin oğlu vətən dayağına gəldi. Tarixə iz salıb qanlı döyüşlər, vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. O vaxt cavab verdi göy boşuna, düşdük sınaqların bəlkə boşuna. Bitlər də gəlmirdi ki öz başına, o da Bakı neftinin marağına gəldi. O da Bakı neftinin marağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Bülbül gələr avaza çəmən yolunda, mən çəkərəm vəfa bilən yolunda. Hər kim şəhid oldu vətən yolunda, cənnətin abuşuna qucağına gəldi. Cənnətin abuşuna qucağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Getdi daha o vaxtlar, o zamanlar, bir də geri dönməyəcək bu anlar. Qafur Məmmədov kimi qəhrəmanlar, müharibəyə vətən sorağına getdi. Müharibəyə vətən sorağına gəldi. Vətən oğlu
oğlu vətən dayağına gəldi. Tarixə iz salıb qanlı döyüşlər, vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Hər sözümüz damaqlarda dad qoyub, ona görə xalq adımı ustad qoyub. Əli Aslanov davada ad qoyub, bu şöhrət Sovet İttifaqına gəldi. Bu şöhrət Sovet İttifaqına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Həzi Aslanov gözüydü dünyanın, Mehdi Hüseynzadə veribdir canın. Böyük rolu vardı Azərbaycanın, Nemes Bakıya neft yatağına gəldi. Nemes Bakıya neft yatağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Tarixə iz salan qanlı döyüşlər, vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Bizimkilər faşistləri daşladı, kim bunu gördü onu alqışladı. 41-ci ildə dava başladı, Paveskalar xalqın uşağına gəldi. Paveskalar xalqın uşağına gəldi. Vətən oğlu vətən dayağına gəldi. Vətən oğlu vətən dayağına gəldi. Tarixə iz salıb qanlı döyüşlər, vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. O vaxt belə olubdu azad hincimi, o vaxt belə olubdu sözün hincimi. Başa salıblar sözünə zalimi, o vaxtı birləşiblər yumruq kimi. Hamısı bir-birinin dayağına gəldi, hamısı bir-birinin dayağına gəldi. Vətən oğlu vətən dayağına gəldi, vətənin oğlu vətən dayağına gəldi. Rəssam əlini belə yaradıb yaradan, zənnimcə o seçir ağı qaradan. Bir yağ gördüm əlini çıxdı aradan, saldı başını Nemes papağına gəldi. Saldı başını Nemes papağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Vətənin oğlu vətən dayağına gəldi. Birimiz solda oturduz, birimiz sağda. Nə sözümüz var deyin qələbə haqda. Belə qələbələr keçirək Qarabağda. Şahı ehtiram etdi, hər bir qonağına gəldi. İnşallah bu qələbə günü biz də qeyd edirik də. Amma inşallah bizim öz qələbəmiz olmuş. İnşallah. Qələbənin Ən böyük arzumuz. Ən böyük arzumuz. Qarabağda ala. İnşallah. Müharibə dövrü olmağına baxmayaraq kinolarda görmüşük də. İndi məndən yaşlılar var. Konsert briqadaları. Konsert briqadaları var da. Şairlər, yazıçılar hamısı gedir. Cəbhə bölgəsinə, Şimali Qafqaza əskərlərimiz qarşısında çıxış edirdilər. Azərbaycan diviziyasının əskərləri qarşısında. Ümumiyyətlə o zonada olan Sovet əskərləri qarşısında çıxış edirdilər. Bu mənim bildiyimə görə Tofiq Quliyev də deyəsən olub, müharibədə olub. İranda Səməd Vurğun. Məsələ burasıdır ki, indi bizim çox qüvvəli, necə deyirlər, qüdrətli ordumuz yaranır hal-hazırda. İnşallah o ordumuzun, necə deyirlər, gücü ilə biz Qarabağımızı geçdik, bunu məsələ həll olur. Ya sülh yolu ya deməli, ya dava yolu ilə ikisindən biri olmalıdır. Tut ağacı boyunca, ayca, yemedim doyunca. Tut ağacı boyunca, yemedim doyunca. Yarı xəlvətdə gördüm, ay yaray, danışmadım doyunca. Yarı xəlvətdə gördüm, ay yaray, danışmadım doyunca. Mənim balam kimə neylər, körpə balam kimə neylər. Mənim balam kimə neylər, ay körpə balam kimə neylər. Balası
Bakıda qalasıya, Bakılı balasıya, Bakıda qalasıya, Qonşuluqda bir qız var, ay rahim, mən onun alasıya. Qonşuluqda bir qız var, ay yaraya, mən onun alasıya. Mənim balam kimə neylər, körpə balam kimə neylər, mənim balam kimə neylər, ay aman, körpə balam kimə neylər, ay aman. Arif olanın sevgili cananı vətəndir. Arif olanın sevgili cananı vətəndir. Həm namusu, həm qeyrəti, vicdanı vətəndir. Hər kəs vətənin sevməsə insan deyil əslan. İnsan olanın cismi də həm canı vətəndir. Yarın qəmi hicranına dözməkdə nə var ki? Ən müşkül olan dəhridə hicranı vətəndir. Bizlər də vətən naminə ölmək də şərəfdir. Könlüm nə zaman istəsə qurbanı vətəndir. Hər kəs soruşar, gəl mənim ünvanımı sizdən. Ol şəxsə deyin, mayilin ünvanı vətəndir. Dadı səni yüreğimin dostu sirdaşım. Ne için küsürsen her kadar səni yüreğimin dostu sirdaşım. Ne için küsürsen her kadar başım. Süzülür gözlerin, çatılır kaşım ya. Benim özgürüm sen, şeyda bülbülüm sen. Benim özgürüm sen, şeyda bülbülüm sen. Gülüm sen, gülüm sen, şeyda bülbülüm sen. Gülüm sen, gülüm sen, şeyda bülbülüm sen. Azərbaycanın çoxdur gözəli, ey maral baxışlı sözü məzəli. Azərbaycanımın çoxdur gözəli, ey maral baxışlı sözü məzəli. Sən mənim sevgilim ilk məzəli. Sən mənim sevgilim ilk məzəli. Benim özgürüm sen, şeyda bülbülüm. Benim özgürüm sen, şeyda bülbülüm. Gülüm sen, gülüm sen, şeyda bülbülüm sen. 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 Rafiq mənə qoymaz yalan danışım. Düzdür, müharibə həmişə deyirlər ki, fəlakətdir, qırğındır, böyük fəlakətdir. Amma müharibə dövründə yəni yada salaq ki, nə cür şedevrlər yaranıb. Bax, bizim dövlət estrada cazı, caz orkestri müharibə ərəfəsində 40-cı ildə yaranıb, 41-ci ildə birinci konsertini veriblər. Sonra, misal, Shostakoviçin əsərləri necə o Leningrad simfoniyası. Bəli, bu necə... Üzeyir Bey'in mahnıları.
Zeyir Bey neçə mahnısı var? Seyid Rüstəmov, mən sülhə səs verdim. O Biz sonra ona səhərlər yuxudan ayılardık. Sonra Əliağa Vahidinlərə də qəzəl, həm də təşkilatçılığa baxır. Bəli, qəzetlərdə çıxardı, o Hitleri lağa qoyardı, Almanları lağa qoyardı. Əliağa Vahid özü də o briqadaların üzvü idi. Gedərdi cəbhəyə, rayonlara, cəmaat arasında. Deməli, mən bir nəfər zabitlə söhbət elədim. İndi o mənə sənədlər göstərdi. Olan surəti bəziləri məndə var. Mehdi Hüseynzadə haqqında çox maraqlı şeylər verdi. Çünki onun bir ara axı ümumiyyətlə adını çəkməyə qoymurdular da müharibədən sonrakı ildə, 3-cü ildən sonra nəsə bəraət qazandı, ona biraz münasibət başqa idi. O şəkilləri göstərdi mənə, Türk alayının zabiti kimi olub. Bir də Azərbaycan Demokratik Cümhuriyyətinin təbliğatçısı olub. Alman ordusunda təbliğatçı olub və o onun şeirləri də vardı. Özləri Qürbətzadə təxəllüsü ilə yazıb rəhmətli. Çox gözəl oldu. Sonra indi yəqin müəyyən hadisələr baş verir ki, indi biz buradan deyirik də, hə belə olub, ora keçib buraya. Yugoslaviya ilə İtaliyanın arasındadır. İtaliyanın axıdı var. Bəli. O yaxınlığındadır, kənddədir. Yəni hətta mənim eşitdiyimə görə bizim bir kolleqalarımız da bir veriliş hazırlamışdılar onunla bağlı. Onun qəbrinin üstündə gəlib Alman zabitləri, çünki Almanlar da özləri axtarırlar. Çünki onlar Mehdi Hüseynzadəni axtarırlar. Gəlib çeş veriblər o qəbrin üstündə. Mehdi Hüseynzadə çox talantlı adam olub. Seyid Rüstəmovun tələbəsi olub. Seyid Rüstəmovun dərs deyib orta məktəbdə. Orada? Bəli, Seyid müəllim, matematika müəllimi. Dərs deyib ona. Seyid Rüstəmov bir dəfə danışdı ki, dedi mən dedi ondan gözləyirdim belə bir şeyi. Çünki o tələbələrin hamısından seçilirdi. Əlaçı idi. Özü də deyir, nə matematika, fizika, ədəbiyyat. Ədəbiyyatı bilsən necə bilib? Dəhşət. Şeirləri var da, Qürbətzadə təxəllüsünə şeirləri var. O şeirlərin, məndə var o şeirlərin bəziləri. Öydə arxivdə saxlamışam onu. Çox gözəl bir şey. Bir də gəlin yaddan çıxarmayaq da, Azərbaycanın birinci Sovet İttifaqı qəhrəmanı olub, İsrafil Məmmədoğlu. Bu çox böyük, müharibədən salamat da qayıdıb. Sonra deyirsən, səhhətində hansısa problemlər olur. Ziya Bünyadov, Allah rəhmət. Ziya Bünyadov bir dəfə qəhrəmanlığını alıblar. Bəli. İkinci dəfə alıb. Sovet İttifaqı qəhrəmanı. Mənə danışdı, Ziya Bünyadovla mən çox oturub dururdu da biraz. Şurada gedirdi. Təşkilat qatarıcı. O. Niyə? Çünki komando işini sıranın qabağında gülləliyir. İsrafil Məmmədov dediniz ki, o ilk Azərbaycanlı Sovet İttifaqı qəhrəmanıdır. Həmin dövrdə demək Məmmədovçular belə bir deviz olub ki, Məmmədovçular, yəni bu cürlə ki, o ilk Sovet İttifaqı qəhrəmanı olduğu kimi Məmmədovçular olub. Arxa cəbhədə yaxşı işləyənlərə Məmmədovçu adı verilmişlər. Belə bir ad gedib. Tümendən ta gəlib çıxıb Rusiyada, Uralda belə bir şey olur. Bax, Arif mən düz də, indi arxa cəbhədir düz də. Misal üçün, bəlkə 2-ci Dünya müharibəsinin ən böyük ədalətsizliklərindən biri olub ki, Bakı, Azərbaycan nefti ümumi 70%, elə günlər olub ki, 90%-ə qədər yanacağı verib. Yadınıza gəlir də, bu şeylər Bakı nefti. Sonra Yusuf Məmmədəliyev qurub benzin aktanlı şamalyotlar üçün yüksək şaxtada donmayan yanacaq. Ona görə o məsələ qalxmışdı. Bakıya Lenin ordeni verdilər. Qəhrəman adı vermədi. Podgorny gəlmişdi, ona bir məktub göndərdilər saldan. Qəhrəman şəhərin statusunda yazılıb ki, bu vuruşan şəhər olmalıdır. Cəbhə şəhəri olmalıdır. Ona görə Bakıya qəhrəman şəhər verdilər Lenin ordeni. Amma Valid müəllim, indi müharibənin özündə müəyyən simvolikalar olub da. Belə deyirlər ki, o müharibənin simvollarından biri də Levitan idi. Biz onun səsini eşidirik. Hitler onun başına 10.000 marka qiymət qoymuşdu. Ya ölüsü ya dirisi. Yox, Hitlerin bir sözü olub deyə, əgər mən Moskvanı alan kimi Levitanı dilindən asacaq. O gəlmişdi Bakıya. 60 ya 61-ci ildir gəlmişdi Bakıya. Onda da hələ sualların çoxu bizlə görüş oldu radioda. Sualların çoxu hələ müharibə dövrünə aiddir. Stalinlə görüşləri haqqında o bir epizod danışdı. Müharibə başlayan Sovinform büro ki yarandı, Sovet Məlumat Bürosu. İlk həftələr işləyirdi Kremldə. Kremldə ayrıca otaq ayırmışlar. Levitan gedirdi ora, redaksiyada oradaydı. Oradan oxuyurmuş. Bir gündə deyir, oturmuşam, oxuyuram, bir də ödüm qapı açıldı. Çox belə yüngül cırıldı. Stalin də altı nazik gürcü boğazda ayaqqabısı giyərdi, yeriyəndə səsi çıxmazdı.
hiss elədim ki, kimsə gəlir. Amma davam edirəm, oxuyuram. Cümləni qutaranda belə döndüm, gördüm Stalin. Nəsə əllə yazıb, əlavə oxumaq üçün tutub əlində dayanıb yandı. Onu görəndə tər bastı məni. Amma oxuyuram. Bir də gördüm, tər tökülüb eynəyimə, gözüm görmür. Stalin bir yanaşdı, əlini qoydu çiynimə, belə dedi ki, mikrofonu bağla. Cümləni qutardım, mikrofonu bağladım. Dedi ki, deyəsən mən vaxtında gəlməmişəm, bunu da oxuyarsan. Qoydu, qabağıma çıxdı. O çıxan kimi tez dəsmalımı çıxartdım, eynəmi sildim, taxtım, başladım. Bayaq dediyim sözə yenə gəlirəm. Baxmayaraq ki, müharibədir, fəlakətdir, dağınıq gedir. Amma müharibə dövründə də nə qədər, misal üçün, insanlar bir-birlərini tapıblar, nə qədər sevgi, məhəbbət olub, odun olub, səmimiyyət var idi. Hörmət var. Bir lirikada, onun özündə bir... Necə deyərlər, harayına gəlirdilər, çörəklərini bölürdü. Müharibəyə də baxmayaraq, o belə bütün dövrlərdə insanın məhəbbəti olub və insanın qəlbi həmişə məhəbbətlə. Mən təsəvvür edirəm. Elə o vaxtlarda biz lirik mahnılarda çalırdıq. Bir dənə tuş.
Paçtalyon da deyəsən xeyir xəbərlə gəlib.